Sevgiyle dolu bir yüreğim, torpağına baş eğerem meyveten. Meşelerin çetirlidir, gül çiçeğin etirlidir ey vatan, ey vatan. Dağlarına düşen şehitten. Mən Xəlafova Əsmər Heydər qızı, 1969-cu il 1 avqust Laçın Mişni kəndində anadan olmuşam. Kənd həyatında yaşamışıq. Biz məcburi köçkün kimi Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşdik. Biz bir il atamın bacısı gildə yaşadıq. Çünki Laçını evimizdən heç nə gətirməmişdik. Yəni o vaxtı anam da çıxmadı. Anam bizi göndərdi, atam anam da. Bizə dedilər ki, siz çıxın, biz də gələcəyik dalınızca. Ən pis epizod mənə təsir edən bilirsiniz nədir? Atam çıxanda öz məhəlləmizdən torpaq götürmüşdü. Atam öləndə paraliz oldu. Yəni danışa bilmədi. Nə qədər axtardıq, torpağı tapa bilmədik. Can acım can, sənə qurban olacağam. Amma yenə şükür bu günə. Şükür ki, gəlmişik, yerimizdəyik, yurdumuzdayıq. Allah prezidentimizin canını sağ eləsin ki, bizi qaytardı. Biz bilirsiniz orada nə qədər Azərbaycan torpağı, öz torpağımız olsa da, amma vətən tamam başqa şeydir. Bura qayıtdığım ilk günü, bilirsiniz, o qədər sevinclə xatırlayıram ki, xoşdan evə ağlaya-ağlaya getmişəm ki, bəs məni aparırlar Laçına işə də. Hərdən elə fikirləşirəm ki, inanmıram da gəlişimə. Bu yaxınlarda qonaqlarımız gəlmişdi. Gəldilər, poçtdan məktub göndərdilər. Biz istəyirik ki, bütün dünyada az 4100 tanınsın. Demiştim ki, dövlət sizi daha yaxşı şəraitlə təmin edir. Ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacaq. Və belə də oldu.